102 nöqtələrdən sonra I asked mübtəda xəbər gəlibdi. Xəbərdən sonra obyekt gələr. B variantında he, D variantında she getdi. Sonra ikinci tərəfdə but he couldn't answer, yenə də couldn't answer xəbərdir. Xəbərdən sonra obyekt gələr. E variantında D getdi. A qaldı, C qaldı. Birinci cümlədə deyir ki, some questions. Mən deyir bir neçə sual verdim. O onları cevablaya bilmədi. Çünki questions cəmdədir. Onları cevablaya bilmədi. Sonra varmı? 103. Aha, deməli nöqtələrdən sonra trousers gəlibdi, cəmdədir. Cəmlə işlənənlər saxlayıram. D variantında that, E variantında this getdim. Sonra ikinci tərəfə gəlirəm. To buy, almaq. Feildən sonra obyekt gələcəkdir. A variantında D getdi. B qaldı, C qaldı. Trousers da cəmdədir. Cəmin obyekti dem olacaqdır. B variantı. B. Sonra 113-ə qədər 113 42-də Mike görsən orada Mike-dan sonra vergül işarəsi var. Xitabdır və tək xitabdır. Yox, Mike can find demir axı. Deyir ki, Mike, can you find the way to the cinema? Yourself. Sən deyir, özün yol tapa bilərsən. Sən özün tapa bilərsən. Aha, sonra 143-də nöqtələrdən sonra children cəmdədir. Cəm verəcəm. B gedir, C gedir. School təkdədir. A gedir, E gedir. Qalır cavabım D variantı. Sonra 47. Baxaq görək. Aha, 156-da nöqtələrdən sonra photos cəmdədir. A gedir, C gedir. Mine-dan sonra isim gəlməz. D gedir. İkinci tərəfdə photos, şəkillər cəmdədir. İsim var. First-dən sonra isim gəlməz. Qalır E variantı. Orada first işlənsəydi. First işləmədi. Verə bilərsən. First işlənəcəkdir. Çünki testin səhv olur axı. O da uyğun gəlir də. Deyirsən bu şəkillər çox daha yaxşıdır onun kitabdakı şəkillərindən. Ola bilər də, niyə olmaz? Tərcümə də uyğun gəlir də. Ona görə onu isimsiz verib də. Testin səhv olmasın deyə. 160 dedi kimsə. Sən dedin. 78-ci testdə birinci cümlə bitib. Nöqtələrdən sonra isim yoxdur. İsimsiz olacaq. A gedir. İsimsiz olacaq. C gedir. You should wash. Wash xəbərdir. Xəbərdən sonra obyekt verərəm. D getdi. D variantı. B qaldı. E qaldı. Görürəm yourself də olar. Yourselves də olar. Bu mənim məsələ demlə itdədir. Yenə birinci cümləni boşuna verməyibdi. Yuyuram nəyi? Trousers şalvarı. Şalvar da cəmdədir. Cəm olan hər şeyin obyekti dem olacaqdır. B variantı. Videosunu çəkirəm. Videosunu çəkirəm. Sonra 81-də. 81. 81-də nöqtələrdən sonra ata, father gəlibdi. D variantında hers-dən sonra isim gəlməz. Sonra ikinci tərəfdə deməli right. She sizə başqa cürdə kömək eləyə bilər. İndi deyəcəm. She-nin qayıdışı herself olacaq. A variantı himself gedir. B variantı myself gedir. E variantı itself gedir. Qalır C variantı. Elə orada she-yə baxandan bilirsən ki, yuxarıdakı yiyəlikdə her olacaq. Deyir, onun atası bu hekayəni yazıbdı. Deyir, yox, özü yazıbdı. Demək ki, onun atası her. She verməyimdən ötürü, she verməyimdən ötürü yuxarıda demək ki, mən qadın cinsindən danışmışam da. C variantı. Sonra kimdə səhvdir bu 83? Sonra səndə də səhvdir. Məndə də. Sizdə səhvdir. Sizdə düzdür. Nə yazmışam? 180. Bu da 2 düzdür. Ondan sonra özüm tapmışsın. Yox, 2 ilə səhvdir. Bəli, incorrect səhv deməkdir. 183 bugün əksəriyyətin səhvidir. Çünki bunu bilmirsiniz. Deməli, burada nə məsələ var? Bu qələmimin rəngini dəyişim deyə. Bəlkə şey. Aha, deməli, məndən səhv istəyir. Bax, səhv, minus, səhv axtaracam. Deməli, məndən bir düzdür. Deyir ki, I fixed my watch myself. Mən deyir, saatımı özüm düzəltmişəm. Düzdür. C getdi. Məndən səhvi soruşur. Səhv dedim, bu deyil.
Ad. 2-də I fixed, mən deyir təmir etdim, myself deyə bilmirəm. Bəli, quruluşa. Myself, my watch ola bilməz. 2 səhvdir. Mən deyir təmir etdim özüm, mənim qol saatımı olmur. 2 səhvdir. Deməli E variantı getdi. 3-də I myself deyibdi. Bəli, 3-üm doğrudur. Bir saniyə, mən nəyi çıxdım? Mən 2'm qalacaq da, çünki məndən səhv istəyir. Bəli, bura yazım, yadımdan çıxmasın. 2. 3-də deyir I myself fixed my watch. Bəli, ola bilər. Əgər məhz mənim olduğunu vurğulamaq istəyirəmsə, deyir I myself, mən özüm deyir, təmir etdim deyirsə, buna emphasize deyir, vurğulamaq deyir. Bunu vurğulamaq üçün deyə bilərəm, bəli, 3-ləri də çıxıram. Qaldı I ilə D variantı. İndi məsələ nədir? Deməli, uşaqlar, I fixed my watch by myself deyirsə, 5-dəki, yəni deyir, tək başıma eləmişəm, mən özüm, tək başıma. Bəli, myself ola bilər, 5-i çıxdım. Bir də mən by myself-i başqa nə ilə əvəz eləyə bilərəm? On my own-la da əvəz eləyə bilərəm. 6 çıxdı. Qaldı 2 ilə 4. 4-ə baxıram ki, I fixed my watch by my own deyə bilmərəm. Ya refleksivi verib by-la verirəm, ya da on söz önü ilə verirəm. On my own. On my own. By verə bilmərəm. Burada 4-dəki by səhvdir. Ona görə cavabım olacaq A variantı. Aydındır mı? Bəli. Sonra. Bilmirsən, nə? O da burada yerdir. Sonra. 61'e baksın, tapalım. 192. 2'ye qədər. Yoxdur. 200'ə qədər. Nə səhviniz çıxıb? 200'ə qədər. 8. 8. Nə 8? 198. 88. Səndə o səhvdir, baxaq. Deməli, nöqtələrdən sonra ant gəlibdi, xala bibi isimdir, isimli deyərəm, C variantı getdi. İkinci tərəfdə hamı bunu izi isim kimi düşünüb. İz isim deyil axı, 188'ə baxıram. Yenə də isim yoxdur da ikinci tərəfdə. İkinci tərəfi isimsiz olan E variantıdır. Yəni düşünübdü ki, orada söz gəlibdi, deməli isimlidir də. Heç fərqinə varmayıbdı ki, is colorful verib orada. Xəbərdir, sifətdir, onun fərqinə varmayıbdı. Elə görüb ki, orada söz var, deyir ki, olsun da, onda söz varsa isimlidir. Nöqtələrdə, bilsən niyə qarışdırır? Çünki cümlənin sonunda gəlir axı əksərən, görsən ki, nöqtədən sonra söz yoxdur, isimli götürürsən. Bunlar da düşünür ki, nöqtədən sonra söz gəlibsə, demək o isimlidir də. 189'da nöqtələrdən sonra words gəlibdi, C getdi, E getdi. Can you help? Xəbər gəlib, xəbərdən sonra obyekt gələr, A variantında I getdi. To translate, görsən to ilə veribdi, demək o feildir, to translate. Feildən sonra yenə obyekt gələr. B variantı D getdi. Qaldı cavabım D variantı. Sonra. Bir dənə 200'ə baxın. 200'ə baxın bir dənə. 200'də deyir ki, I want. Bəli. Bax, orada himi görməzdən gəlsəm, I want to do the job. Mən deyir işi özüm etmək istəyirəm. Bəli, onda myself götürərəm. Amma deyir, mən istəyirəm, o görsün, o özü görsün işi. Himə baxıram, himself verəcəm. O da olacaqdır. A variant çox asandır. İnşallah düşər, inşallah da düz yazarsınız. 199'da A var. Ama o sınavına göre de 199'da bəli, çünki mübtədə axşam yazam. O an yaza bilməyəndə mən. Children, evdə hamıya deyirəm, mən kömək eləyin, hə? Bacına demişəm, mən kömək. Children cəmdə, cəm olan hər şeyin obyekti A variantı themselves olacaqdır. Sonra varmı sualınız? 200'ə qədər yazmışsınız. Bəli. Çox qəşəng testlərdir, əla testlərdir. Kaş ki, biraz da artıq yazardınız.